Teyyülərz məqamına adi insan çata bilərmi? Teyyürlərz belə deyək də, övliyaların bir məqamıdır da, bir anda başqa bir yerdə olmaq. Adi deyillər da, elə olanda adi insan olmurlar da, yəni ali insan olurlar. Elə olduğu təqdirdə daha ucalırlar, mənən yüksəlirlər ki, və o da yüksək olan insanlar üçün çox adi bir şeydir. Ali insanlar üçün teyyürlərz adi bir şeydir. Bizlər üçün biraz çox çətin gəlir. Elə eləyək ki, ömrümüz bərəkətli geçsin, teyyüz zaman eləyək. Teyyüz zaman nədir? Tez bir zamanda böyük işlər görək. Yaxşı iş budur, insan onu necə eləyə bilər? Deyirlər, onun yolu budur ki, insan Quranla ünsiyyət qursun. Quranla ünsiyyət qursan, Quran insanın ömrün bərəkətləndirir, saatların bərəkətləndirir. Mən alimlərə baxırdım ki, böyük-böyük şəxsiyyətlərdir ki, ömürlərini elmlə həsr edən insanlar. İlahi, məsələn, baxırsan, görürsən, adam deyir ki, bunları necə çatdırır da bunu? Ramazanda hər gün 700 Quran oxuyurdular. 700 Quran oxuyurdular. Ya məsələn, İmam Rızadan oxudum hədis ki, deyir, mən 3 günə bir Quran xətm edirəm. Başa düşürsünüz. Ömrü bərəkətli edən amillərdən biri Qurandır. Quran insanın ömrünü eləyir, bərəkətləndirir. Quranla ünsiyyət qurun ki, böyük yerlərə, məqamlara elə ondan çıxa bilərsiniz inşallah.